sahabələr və s. dinin əsaslarını necə başa düşüblərsə, bu bizim üçün dəlildir. Ona görə də bizdə icma dəlil sayılır. Əgər belə olmasaydı, icma nəyə görə dəlil olardı? Əgər yadınızdadırsa, Seyyid Sədr demişdi, icmanın dəyəri 4-cü əsrin sonuna qədər idi. Ondan sonra gələnlərin icması və məşhurluğu dəyər daşımır. Eyni fikir burada da görünür. Sonra Albani bura çatır və təkfirçilər haqqında danışmağa başlayır. Sonra bu dövrün xəvaricinə qarşı sərt sözlər deyir. Əzizlər, kimdir bu zamanın xəvarici? Müsəlmanların kafir olduğuna hökm verib öldürənlərdir. Bu çıxışlarına görə Albani Səudiyyədən çıxarıldı. Ona dedilər, sən nə danışırsan? Sən Vəhhabi deyilsən. Doğrudan da o Vəhhabi deyildi. O, Məhəmməd ibn Əbdülvəhhaba inanmazdı. Baxmayaraq ki, o tam mənada sələfi idi. O, özünü elmi sələfilik tərəfdarı adlandırırdı. Bugün Səudiyyə Ərəbistanında da elmi sələfilik adlanan bir cərəyan meydana çıxıb. Onlar Vəhhabilərin arasında onları elmi sələfiliyə dəvət edirlər. Təkfirçi sələfiliyə yox. Təkfirçi sələfiliyin əsasını isə İbn Teymiyyə qoyub. Albani öz kitabında belə yazır. Mən bu firqədən çox insanla qarşılaşdım. Son səfərlərimdən birində onların rəhbərlərindən biri ilə mübahisə etdim. O açıq şəkildə dedi. Bir ayənin təfsiri onlarla səhabədən nəql olunsa belə mənim üçün dəlil deyil. Yəni mən yalnız Quran və sünnəyə baxıram. Səhabələrin başa düşdüyü, onların ictihadı mənə dəlil deyil. Bu birinci nümunə idi, əzizlərim. İndi ikinci nümunə. Kitabın adı Məxluqatın Rəbbinin kəlamı barədə sələfilik əqidəsi. Müəllifi Abdullah ibn Yusifdir. Nəşriyyat isə Ər-Rəyyan müəssisəsi. Orada 36-cı səhifədə belə deyilir. Səhabələrin inanc və hökmlərdə sələf yolu ən doğru yoldur. O ən ədalətli, ən bilikli, ən müdrik və ən sağlam yoldur. Bu elə bir məsələdir ki, kim bu yoldan çıxarsa, onun nəticəsində ya yeni bir fiqh sistemi, ya da yeni bir əqidə sistemi qurmaq zərurəti yaranır. Bu ikinci mənbədən gətirilən nümunə idi. Bəs Vəhhabilər kimlərdir? Əzizlər, Vəhhabilik metod və üslub deyil, bir fikir düşüncə məktəbidir. Onun öz əqidə sistemi, fiqh sistemi və sair strukturu var. Əzizlərim, Vəhhabilik İbn Teymiyyənin fikir məktəbidir. Məhəmməd ibn Əbdülvəhhabın yox. Mən dəfələrlə demişəm, Məhəmməd ibn Əbdülvəhhab yalnız İbn Teymiyyənin əsaslarını dirçəldən şəxs olmuşdu.